Dur. Hər vaxtın xeyir olsun əziz izləyici, şeir-sevər dostum. Bugün səninlə deyilmi rədifli bir şeirimin həm mənasını, həm də özünü paylaşacağım. Təbii ki, bu şeiri bir neçə dəfə səsləndirmişəm. Ürəklərə qismən də olsa yol tapa bilib. Bu deyilmi rədifli şeirim həyatın ədalətsizliyini, insanların dəyişən mahiyyətini və zamanın gətirdiyi mənəvi aşınmanı tənqidi bir dillə əks etdirir. Bu şeirdə cəmiyyətin haqsızlıqlarını sadəcə zəmanə ilə bağlamağın əvəzinə insanın öz davranışlarına işarə eləməyə çalışmışam. Simvolik obrazlar quzu, qurd, iblis, tazı vasitəsilə günahsızların cəzalandırıldığını, haqsızların isə yön verən olduğunu ön plana çəkməyə çalışmışam. Burada ov ya ovçu olmaq qəbahət deyil, bəzisi hələm də tazı deyilmi? Deməklə, həyatdakı sərt reallığı, yəni ya güclü ya da zəif mövqedə olmağı adi bir hal kimi təqdim eləməyə çalışmışam. Burada heç bir günah və qəbahət yoxdur. Sadəcə bu reallıqdır. Ancaq bəzisi hələm də tazı deyilmi deməklə, bəzi insanların hələm də başqasının yönəltməsi ilə hərəkət etdiyini, öz iradəsi olmadan sadəcə izləyici və ya vasitəçi olduğunu tənqidi bir dillə önə çəkməyə çalışmışam. Son bənddə isə sənə bir nəsihət, bir tövsiyə verməyə çalışmışam ki, həyatın qədrini bil. Çünki hər il yaşamaq özü qızıldan daha qiymətlidir. Deyirlər, haqsızdır zəmanə, devran. Haqsız insanların özü deyilmi? Qan-qada olan bu yerdə hələm də iblisin, şeytanın izi deyilmi? İnsan öz adından qaçıb, yan durub. İnsanlıq çoxdandan eləyib qurub. Qurtlar ömür boyu su bulandırıb. Günahkar hələm də quzu deyilmi? Furqani, həyatın qiymətini bil. Qızıldan bahadır yaşanan hər il. Ov ya ovçu olmaq qəbahət deyil. Bəzisi hələm də tazı deyilmi?